Hər kəsin danışmağa dəyər bir hekayəsi var. Güclü və ilham verici həyat hekayələri. Əlilliyi olan şəxslərin uğur və motivasiya dolu hekayələri. Mənim hekayəm. ARB və Dost TV-də. Salam əziz və dəyərli tamaşaçılarımız. ARB TV və Dost TV-nin birgə təqdim etdiyi Mənim Hekayəm verilişində xoş gördük hər birinizi. İnanırıq ki, hər bir insanın içində bir hekayə yaşayır. Bəzən səssiz, bəzən qışqıran, bəzən isə sadəcə gözlərindən oxunan bir hekayə. Və bu hekayələrdən də biri yaşamaq, mübarizə aparmaq və qalib gəlmək haqqındadır. Bu verilişdə siz həyatın ağır sınaqlarına boyun əyməyən, ruhunu itirməyən, içindəki gücü tapan və bu güclə başqalarına yol göstərən insanların hekayələrini eşidəcəksiniz. Mənim hekayəm sizi səmimi, real və ilham verici həyat yolları ilə tanış edəcək. Bu dəfə də çox maraqlı, pozitiv və hər bir kompleksi özündə dəf edən bir qonağımız var, Gülnar xanım. Və qonağımız Ülviyə xanım çox istedadlı xanımdır. Rəqsi ilə, kompleksləri aşması ilə bizə düşünürəm ki, verilişimiz vasitəsindən həm motivasiya vermiş olacaq, həm də tamaşaçılarımıza çox gözəl belə güc vermiş olacaq. Elə bütün qəhrəmanlarımız kimi güclü, mübariz bir xanımdır Ülviyə xanım da. Həm də incəsənətin çox maraqlı bir növü ilə məşğuldur, rəqqasədir. Çox xoş olacaq onunla söhbət. Elə Ülviyə xanımla tanış olmazdan öncə bir açıq havada sizləri salamlamaq istədik, dəyərli izləyicilərimiz. Birazdan qonağımızla, qəhrəmanımızla daha yaxından tanış olacaq. Əlbəttə. Günar xanım, qonağımız gəlməmişdən öncə istəyərdim, bax biz də tamaşaçılarımıza qısa bir həm motivasiya vermiş olarıq. Verilişimizdə çox maraqlı qonaqlar olur. Əslində bir-birindən istedadlı, maraqlı insan olmazdan öncə bizim qəhrəmanlarımız çox güclü insanlardır. Və düşünürəm ki, elə mənim hekayəmin əsas məqsədi də bu cür insanların, yəni xüsusilə əlilliyi olan insanların mübarizliyini, gücünü digər əlilliyi olan şəxslərə göstərməkdir ki, həyat davam edir, həyat gözəldir, yaşamaq, yaratmaq heç bir məhdudiyyət tanımır. Düşünürəm ki, biz bu bir il ərzində nail ola bilmişik məqsədimizə. Bəli, mən də düşünürəm ki, biz həqiqətən artıq uzun müddətdir və bu müddət ərzində tamaşaçılarımıza nə qədər uğur hekayələri tanıtmağa çalışmışıq və hamısı da bir-birinə maraqlıdır. Elə bu arada qonağımız da gəlir Ülviyə xanım. Xoş gördük Ülviyə xanım. Necəsiz? Sağ olun. Sizinlə tanış olmağa məmnun oldum. Necəsiz Ülviyə xanım? Xoş gəlmişsiniz, xoş gördük sizi. Şad olduq sizi görməyimizə. Biz hər zaman cəmiyyətə belə uğur qazanmış gözəl dostlarımızın uğurlarını göstərməyə çalışırıq. Bəzən dostlarımız deyir ki, mənim uğurum yoxdur, amma mən düşünürəm ki, cəmiyyətə çıxmaq, özünü təsdiq etmək bir uğurdur. O kompleksləri aşmaq, məhdudiyyətləri bir kənara qoymaq özü bir uğurdur. Bəli. Elə uğurun başlanğıcı da budur yəni. Bəli. Ülviyə xanım, xoş gördük sizi. Xoş gördük. İstərdim bir qədər özünüz barədə danışasınız, izləyicilərimizə özünüzü tanıdasınız. Kimdir Ülviyə xanım? Əvvəla dəvətiniz üçün təşəkkür edirəm. Bizim kimi istedadlı, bacarıqlı şəxsləri necə deyim, cəmiyyətə tanıtdığınız üçün təşəkkür edirəm. Mən aktrisa və rəqqasəyəm, 25 yaşım var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktrisalıq üzrə təhsil almışam. Sonra isə magistr üzrə təhsil almaq istəyirəm. İnşallah gələcəkdə də tanınmış aktrisa və rəqqasələrdən biri olaram. Əminəm. Maşallah olsun, Ülviyə xanımın ən əsas keyfiyyətlərindən biri tamamilə kompleksiz olmasıdır. Düzdür Ülviyə? Bəli, düzdür. Yəni cəmiyyətin bugün baxışı, bax sizə. Biz istəyirik ki, ümumiyyətlə verilişimiz vasitəsindən hər daim belə həm motivasiya verək cəmiyyətimizə, həm eyni zamanda sizləri, bizləri daha yaxından tanış eləyək cəmiyyətimizə. O göz alışsın, öyrəşsin. Çünki hər kateqoriyada olan əlilliyi olan dostlarımız var.
Yəni biz görürük də əlilliyi olan əlil arabasında olsun və yaxud da bəstə boyu olsun və yaxud da gözdən əlilliyi olan şəxs olsun. Və Ülviyə xanımın bu kompleksləri aşmasından da istəyərdim danışaq. Ülviyə xanım, necə oldu, bax toparlana artıq belə deyək də cəmiyyətə çıxdınız və dediniz ki, mən də cəmiyyətin bir üzvüyəm. Belə deyim, mən uşaq vaxtından əslində komplekssiz olmuşam. Çünki yəni uşaq vaxtı necə deyim, cəmiyyətdə olmaq istəmişəm də belə, yəni boyuma görə heç vaxt yəni utanmamışam. Kimsə hətta deyəndə ki, sən niyə boyun balacadır? Mən də onda uşaq idim demişəm, mənim boyum balacadır, belə yəni yaşım çox olsa da amma boyum balacadır. Belə deyim, hətta məktəb vaxtı direktor məni məktəbə qəbul eləmək istəmirdi, çünki yəni mən boy balaca insan, yəni ehtiyat eləyirdi ki, kimsə məni itələyər, məktəbdə yıxılaram. Sonunda razılaşdı və mən məktəbə getdim, şükür təhsil də aldım. Hər kəslə birlikdə. Bəli, hər kəslə birlikdə, yəni necə deyim, cəmiyyətdən geri qalmaq istəmədim. Və o məktəb illərində də, yəni şükür mənə heç bir şey olmadı. Yəni müəllimlərim, sinif yoldaşlarım tərəfindən daim mən qorunurdum. Yəni onlar necə deyim, mənlə daim elə rəftar edirdilər ki, yəni qorxurdular ki, mənə nəsə olar. Daim məni qoruyurdular. Ülviyə xanım, çox maraqlıdır ki, həm rəqqasəliklə, həm rəqslə məşğulsunuz, həm də digər tərəfdən də bir aktrisa karyeranız var. Ümumiyyətlə, necə oldu? Elə ilk növbədə rəqsə maraq yarandı sizdə? Bəli, uşaq vaxtından daha çox rəqsə marağım var idi. Amma ki, rəqslə bərabər aktrisalıqla da marağım var idi. Yəni, istər öz keçmiş filmlərimiz olsun və Hind filmləri olsun, o aktrisaları mən canlandırırdım evdə. Yəni, özüm üçün nəsə bir paltar geyinirdim və yaxud da aksesuarlar falan taxırdım. Yəni, o aktrisa kimi olmağa çalışırdım. Təbii ki, yəni, öz milli rəqslərimizi də yəni, bilirəm. Bir çoxu dünya rəqslər var ki, onları da yəni, bilirəm. Universitet vaxtı da biz rəqs dərsi keçirdik və bir çox dünya rəqsləri ilə tanış oldum, öyrəndim. Ülviyə xanım, bax, cəmiyyətin baxışından da biraz danışmaq istəyirəm. Bilirəm ki, çox maraqlı hadisələr də gəlib başınıza cəmiyyətdə. Bəzən sizi bəstə boyluğuna görə balaca bir uşaq da saya bilərdilər. Yəni, cəmiyyətdə olur, rastlaşırıq. Bax, bu kompleksləri aşmısınız, bunları artıq geridə qoymusunuz. Bax, indi necədir cəmiyyətin baxışı? Deməli, əvvəllər cəmiyyətin baxışı o qədər də bir mənalı qarşılanmırdı. Yəni, istər bəstə boylu insanlara qarşı olsun, istər yəni əlil arabasında olan şəxslərə qarşı olsun və ya digər şəxslərə qarşı olsun. Yəni, bizim kimi yəni, fərqli görünüşdə insanlar görəndə çox yəni, ya təəccüblənirdilər, ya belə, nə bilim, qorxurdular. Yəni, elə hadisələr olurdu. Amma yəni əvvəlkilərə baxanda azalıb şükür. Amma təbii ki, yenə də bu hadisələrlə yəni qarşılaşırıq. Başınıza gələn maraqlı hadisə? Deməli, bir dəfə avtobusa minərkən kartla ödəniş eləmək istəyəndə sürücü saxladı. Dedi ki, bu uşağın valideyni hanı? Mən də dedim ki, bəs mən uşaq deyiləm, yəni də icazə verin keçim. Sürücü icazə vermədi, yəni dedi ki, yox, yəni uşağın valideyni hardadır, yəni
icazə vermirdi. Sonra sərnişinlər dedi ki, ya uşaq deyil də, icazə ver, ay kişi getsin, icazə ver, belə. Bəli. Bəs aktrisalıqla ümumiyyətlə peşəkarcasına məşğul olmusunuzmu? Hansısa bir teatr olsun, hansısa tamaşalarda iştirak olsun? Bəli, məşğul olmuşam, yəni dəvət almışam, teatrda iştirak eləmişəm. İlk dəfə aktrisa kimi səhnəyə deməli Əsər Teatrının təqdimatında Göqüş tamaşası idi. Mən orada kiçik obraz ifa eləmişdim akademik musiqili teatrda. Amma onda yəni bu sahədə peşəkar deyildim. O dönəmdə hazırlaşırdım, universitetə hazırlaşırdım. Amma sonraki dönəmlərdə də təbii ki teatrda çıxış eləmişəm, yəni böyük səhnələrdə çıxış eləmişəm. Həm aktrisa kimi olsun, həm də rəqqasə kimi olsun. Sizin burada olduğunuzda məni elə indicə dedilər. Mən halın dərinliklərində idim. Fikirlərimi toplamağa çalışırdım. Anama deyirsiniz ki, mən hazıram. Sən bizi görmək istəyirsən? Əlbəttə. Gələn il Pasxa bayramına bir həftə qalmış gələcək. Mən körpə olanda məni incitməzsin. Yaxşı, incitməli. Sizə öncədən qucaqladığım üçün çox xoşbəxtəm. Biz də. Atama deyil, qoy bir şey təmir edəm. Mütləq deyirik. Ha, oralarda nə var? Pis deyil. Bizim çox mehriban anamız var. Orada uşaqlara yaxşı yemək verirlər. Ülviyə xanım, çox dinamik, maraqlı bir peşə ilə məşğulsuz. Daha doğrusu iki peşə ilə məşğulsuz. Həm rəqs, həm də aktrisalıq karyerası. Çox dinamik bir sahələrdir hər iki sahədə, amma bilmək istərdim ki, əlillik sizə incəsənətlə məşğul olmağa nə dərəcədə mane olub? Hələ ki belə deyim də, yəni özüm üçün bir mane olmayıb. Amma bir çox insanlar təbii ki deyiblər ki, yəni sənə aktrisalıq baxımdan rol çətin tapılacaq. Bəli, hal-hazırda da yəni ki, o cəhətdən biraz problem yaşayıram. Hələ ki, yəni belə tez-tez seriala dəvət almıram və yaxud film olsun. Rəqs daha çoxdur, nəinki yəni aktrisalıq üzrə. Ülviyə xanım, belə bir sualım var. Bəstəboy olmağın yaxşı tərəfləri və yaxşı olmayan tərəfləri sizcə hansılardır və bunu real həyatda yaşayırsınız? Yaxşı tərəfləri odur ki, yəni bəstəboyam deyə bəzən necə deyim, insanlar içində olanda toplumda, yəni asanlıqla insanlar arasında keçə bilirəm. Asanlıqla keçə bilirsən. Metroda sıxlıq olanda filan, nə bilim, avtobusda filan. Yəni insanlar mənə o qədər də görmürlər. Gözə görünməz olur. Bəzən keçəndə Dila, bu kim idi keçdi yanımızdan belə. Belə deyim, indi Bakı baslar var. Əvvəl hündür avtobuslar olurdu. Ondan qalxıb düşmək çətinlik yaradırdı. Amma indi Bakı baslardır deyə asandır mənim üçün. Məsəl üçün, indi daha asandır nəqliyyatdan istifadə eləmək. Düşünürəm ki, yəni get-gedə cəmiyyətimizdə həm inklüziv istiqamətdə işlər görülür dövlətimiz tərəfindən, həm eyni zamanda nazirlik tərəfindən bir çox istiqamətlərdə tədbirlər olsun, təkliflər olsun və bu artıq öz bəhrəsini verir zamanla. Bəli, yəni çünki hər şey şəxslərin özünü göstərmək üçün indi daha çox şans, imkan var. Ülviyə xanım, amma danılmaz bir faktor ki, bütün əlilliyi olan insanlar, bütün əlilliyi olan şəxslər hamı öz komplekslərindən azad ola bilmir, belə deyək, adaptasiya ola bilmir öz vəziyyətinə, çətinlik çəkir cəmiyyətə inteqrasiya olunmaqda. Buna görə də belə deyək, bir çox həyati vacib məsələlərdən kənarda qalırlar. Elementar ailə qurmaqdan tutmuş, digər özünə peşə qazanmaq, çalışmaq, məşğulluq sahəsində belə deyək, özlərində problem yaşayırlar. Bu cür insanlara üzünüzü tutub hansı məsləhətlər verə bilərsiniz? Bilirsiniz, yəni mənim kimi olsun və yaxud digər yəni şəxslər, yəni fərqli görünüş baxımından şəxslərdə olsun. Yəni ki, onlar bəzən kompleks yaşayırlar, nəyə görə? Çünki cəmiyyət bəzən onları qəbul eləmir. Amma yəni mən artıq sosial şəbəkələrə fikir verirəm də, yəni artıq necə deyim, mənim kimi boy balaca insanlar daha çox cəmiyyətə qoşulurlar, öz bacarıqlarını göstərirlər filan. Düzdür, insanların mənfi rəyləri olsa da
Amma buna fikir verməmək lazımdır. Çünki yəni bizim də digər insanlar kimi yaşamağa, əylənməyə, öz bacarığımızı göstərməyə, yəni haqqımız var da digər insanlar kimi. Nəyə görə də yəni biz kənarda qalmalıyıq ki, cəmiyyətdən? Çünki biz də bu cəmiyyətin bir parçasıyıq. Yəni ayrı bir cəmiyyət deyilik. Bəzən düzdür bizi ayırırlar ayrı bir cəmiyyət kimi. Amma mən yəni buna qarşıyam. Yəni insan olaraq biz birik, sadəcə bizi ayıran fərqliliklərimizdir görünüş baxımından. İnsanın əsas görünüşünə baxıb dəyərləndirmək yəni lazım deyil. Onun bacarığına görə onu dəyərləndirmək lazımdır. Cəmiyyətdə gördüyü işlərə görə dəyərləndirmək lazımdır. Bəs ümumiyyətlə sizin belə deyək, uşaqlıq dövrünüzdən arzularınızı həyata keçirmək üçün bir enerjiniz olub, təbii ki, ümidiniz, istəyiniz olub. Amma buna doğru gedən yolda mütləq ki, ailənin dəstəyi, valideyn dəstəyi olub. Necə olub ümumiyyətlə bu dəstək, valideynlərin dəstəyi sizin üçün? Nə dərəcədə onların dəstəyi ilə arzularınıza nail ola bilmisiniz? Mən belə bir ki, peşəni seçəndə, aktrisalığı seçəndə, yəni evdəkilər deyirdilər ki, yəni bu çətin peşədir. Həm də ki, bir insan rol tapmaq cəhətdən, yəni iş cəhətdən istər çətinlik ola bilər. Amma ki, yəni mən dedim ki, mən bu peşəni istəyirəm və mən özümü burada görürəm. Yəni başqa bir peşədə görmürəm də. O da çox yaxşı bir şeydir ki, insan özünü nəfəsə görə bilir. Bəzən insan var ki, nə istədiyini həyatda bilmir. Yəni məqsədsiz olur. Amma Ülviyə xanım, görürsünüz özünüzü və o işin ardınca da gedirsiniz. Bəli, yəni hər bir çətinliyə rəğmən bu sənəti seçdiyim üçün yəni gedirəm ardınca. Yəni demirəm ki, yox, yəni mənlik deyil, çətindir filan. Sonra valideynlərim gördülər ki, yəni bir çox uğurlar əldə edirəm. Ondan sonra heç nə demədilər. Yəni demişdilər ki, əslində asan peşə seç, sənin üçün rahat ola biləcək. Amma yəni ki, mən düşünürəm ki, mən burada da yəni rahatam. Ülviyə xanım, ümumiyyətlə bax, belə baxanda sizdə ümumiyyətlə kompleks görsənmir. Hər daim elə rəqsləriniz olsun, çıxışlarınız olsun. Ümumiyyətlə bax, mənə özüm üçün də maraqlıdır, düşünürəm tamaşaçılarımız üçün də maraqlı olar ki, Ülviyə xanımın kompleks yaşadığı anlar olubmu? Olub, bəli, nə vaxtsa məsəl üçün insanlar bəzən nəsə deyəndə olub ki, nəsə çəkinmişəm cəmiyyətdən, amma sonra yəni bunu dəf etmişəm də, yəni bunu düşünməmişəm daim ki, mənə niyə belə dedilər filan. Yəni ki, cəmiyyət yaxşı nəsə deyə bilər, yaxşı nəsə deməyə də bilər. Yəni bu demək deyil ki, yəni ki, biz geri çəkilək. Hər cür fikir ola bilər. Hər bir cür fikir ola bilər və yəni ki, bunları da qəbul edib həyatımıza davam eləməliyik. Amma siz o niyələri dəf etdikcə görürsünüz, uğur qazana bilirsiniz. Bəli. Yəni bizi izləyən izləyicilərimizdən də əlilliyi olan dostlarımız var. Düşünürəm ki, elə Azərbaycanımızda, regionlarımızda hətta bu stereotiplər hələ də mövcuddur. Günər xanım, yəni bəstə boylu olan şəxslər belə hətta cəmiyyətə çıxmağa bəlkə utana bilər, cəmiyyətin baxışı fərqli. Çünki biz çalışırıq ki, ümumiyyətlə həm verilişimiz vasitəsindən də cəmiyyətimizə həm mesaj ötürək. Yəni sizlər, bizlər deyə bir şey yoxdur. Ümumi cəmiyyətin bir üzvləriyik hər birimiz. Yəni bir insanı insan edən onun fiziki fakturaları deyil təbii ki. Onun mənəviyyatıdır, şəxsiyyətidir, xarakteridir, dünya görüşüdür, arzuları, istəkləridir. Bəli, insanı həyatda ucaldan, yəni ki, onun mənəvi daxili dünyasıdır. Yəni ki, heç də yəni ki, bura görünüş əngəl deyil. Rayonlarda bəli düz vurğuladınız. Yəni mənim kimi boyu balaca olan şəxslər rayonda təəssüf ki, daha çox özlərinə qapalı olurlar. Və yaxud nə bilim, sosial şəbəkə olsun, öz bacarıqlarını çəkinirlər, yəni paylaşmağa. Bilirsiniz, yəni tanışlarım var ki, bacarığı var, amma hər kəsi göstərməkdən utanır. Çünki yəni insanların xoş olmayan sözlərini eşitmək istəmirlər ona görə. Amma ki, yəni onlara fikir verməmək lazımdır. İnsan özünü olduğu kimi necə qəbul edirsə, yəni cəmiyyət də bunu yavaş-yavaş qəbul edəcək. O enerjini də ötürür. Bəli, Təbii ki, o özünə inam, özgüvən hissi nə qədərdirsə, qarşısındakı insana da
bir o qədər ötürə bilir. Elə biz o enerjini sizdən alırıq həqiqətən. Bəli. Ülvi xanım, sonda bizi izləyən izləyicilərimizə, əlilliyi olan, olmayan, tamaşaçılarımıza, hər kəsə Ülvi xanım olaraq necə səslənərdiniz? Mən demək istəyərdim ki, görünüşümüzün fərqli olmasından asılı olmayaraq, öz bacarığımızı, istedadımızı cəmiyyətə göstərməkdən çəkinməyək. Yəni, özümüzə inanaq, özümüzdə o gücü tapaq və heç zaman qəlbimizdəki ümid işığını söndürməyək. Sizə uğurlar arzu edirik. Bəli. Çox xoş oldu həqiqətən də sizi tanımaq. Uğurlar arzu edirik həm şəxsi həyatınızda, həm karyeranızda, iş həyatınızda. İnanırıq ki, arzularınızda, istəklərinizə nail olacaqsınız Ülviyə xanım.